Bismillah, velhamdülillah, və salatu və selamu alə Rasulillahi əmmə ba'd. Deməli, təzə namaz qılmaq istəyən, amma hələ namaza başlamayan bəzi qardaşlarımız, bacılarımız daima bu sualı verirlər ki, xüsusən də tərəddüddə olan və ya necə namaz qılacağını bilməyən, seçim qarşısında olan insanlar həmişə bu sualı verirlər ki, biz hansı namazla başlayaq? Yəni, necə namaz qılaq? Doğru dildə desək, şiə namazı qılaq, yoxsa sünni namazı? Necə ki, bizdə belə deyirlər. Cavab çox qısadır və cavabı da budur ki, namaz qılmaq istəyən şək yoxdur ki, yəni bunda heç bir şübhə yoxdur ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləm necə namaz qılıbsa, o cürdə namaz qılmalıdır. Çünki bu dini Allahdan bizə gətirən, bu dini Allahdan bizə təbliğ edən, bizə çatdıran o olub. Allah Quranda buyurur ki, وَأَقِيمُ الصَّلَةِ namaz qılın. Amma namazın necə qılınacağını bizə bəyan etməyib. Bizə bunu bəyan edən, yəni bizə necə namaz qılınacağını göstərən və öyrədən Peyğəmbər sallallahu aleyhi və səlləm olub. Yəni Məhəmməd Peyğəmbər əleyhissalam. Və Peyğəmbərimizin hədislərində namazın qılınma forması tam dəqiqliyi və incəliyi ilə bir-bir açıqlanıb. Və ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, Sallu kəmə rəeytumuni usalli. Məni necə namaz qılan görürsünüzsə, eləcə də namaz qılın. Yəni, mən necə namaz qılıramsa, siz də o cür namaz qılın. Və məlumdur ki, Peyğəmbərin zamanında onun səhabələri, həmçinin əhl-i beyti, hamısı, o cümlədən də Əli, kürəkəni, nəvələri Həsən, Hüseyin, hamısı onun qıldığı namazı qılıblar. Yəni, Əli namazı kimdən öyrənib? Abu Bakır, Ömər kimdən öyrənib? Osman, Talha, Zübeyir, Həsən, Hüseyin, Fatimə anamız və digərləri, kişilər və qadınlar, sahabələr və əhl-i beyt, hamısı qıldıqları namazları Məhəmməd Peyğəmbərdən öyrəniblər. Yəni, Əli özündən namaz kəşf eləməyib ki. Yəni, onların hamısının qıldığı namaz bir olub. O da Məhəmməd Peyğəmbərin namazı. Və onlar Peyğəmbər məscidində hamısı bir səhv tutub, eyni səhvdə Məhəmməd Peyğəmbərin sallallahu aleyhi və səlləmin arxasında namaz qılırdılar, ona tabi olaraq, ona iqtida edərək. Yəni, bu məlum məsələdir. İndi sual budur ki, bəs hansı namaz, yəni sünni namazı, yəni əhl-i sünnə namazı Peyğəmbərin qıldığı namaza uyğundur, yoxsa şiyələrin, əhl-i şiyənin qıldığı namaz? Cavab budur ki, əhl-i sünnənin və ya sünnilərin qıldıqları namaz Məhəmməd Peyğəmbərin qıldığı namazın özüdür. Həmin namazın özüdür. Sual verilə bilər ki, bunun sübutu nədir? Bunun sübutu çoxdur. Qısa və müxtəsər olaraq iki yöndən cavab vermək istəyirəm. Onlardan birincisi əqli, yəni biraz məntiqi cavabdır. İkincisi isə elmi cavabdır. Həmçinin o cavabın içərisində bəzilərinə meydan oxuma da var. Əqli, məntiqi olan cavab budur ki, fikir verin, çox uzağa getməyək. Təbii ki, uzun, elmi qaydalar, misallar, şəri dəlillərlə mən dinləyicini yormaq istəmirəm. Xüsusən də bilirəm ki, bu səs yazını, yəni ümumi cəmaat ola bilsin, namaz qılmayanların çoxsu dinləsin. Ona görə elə danışıram ki, elə formada, hətta onlar dediklərimi tam başa düşə bilsinlər, həzm edə bilsinlər. Ona görə bu misalı, adi əqli, məntiqi misalı çəkirəm, diqqətlə dinləyin, özünüz fikir verin. Deyəndə ki, sünnülük və ya tam adıyla əhl-i sünnə. Bu kəlmənin mənası nədir? Yəni əhl-i sünnə deyəndə
nə nəzərdə tutulur? Yəni sünnət əhli. Sünnət nədir? Yəni Məhəmməd peyğəmbərin sünnəti. Yəni Məhəmməd peyğəmbərin hədisləri. Məhəmməd peyğəmbərin kəlamları. Yəni Məhəmməd peyğəmbər necə namaz qılıb, necə oruç tutub, necə həcc edib, necə Quran oxuyub, necə yaşayıb, insanlarla əlaqəsi, ünsiyyəti, münasibəti, həyatı necə olub, buna ərəbcə deyirlər peyğəmbərin sünnəti. Yəni həyat tərzi. Loru dildə desək və ya peyğəmbərin kəlamları, hədisləri. Ona görə fikir verin, adda hələm biz adı götürsək, sünnülər tam adı ilə desək, əhl-i sünnə özünü kimə nisbət elədi? Məhəmməd peyğəmbərə. Məsələn, insan deyir ki, mən sünnüyəm və ya mən sünnü namazı qılıram. Yəni, mən əhl-i sünnəyəm. Yəni, sünnət əhliyəm. Yəni, məsələn, biri var, deyirik ev və ev əhli. Və deyirik sünnət, yəni peyğəmbərin həyat tərzi, peyğəmbərin kəlamları və əhl-i sünnə, yəni o sünnətin əhli. Yəni, sünnülər əhl-i sünnə özünü kimə nisbət elədi? Məhəmməd peyğəmbərə. Amma gəlin, indi fikir verin, o biri tayfanın, firqənin adına deyirlər şiə, əş-şiə. Yəni, şiətu Ali. Əlinin şiyələri. Şiə sözünün mənası, bu ərəb kəlməsidir, mənası yəni tərəfdar. Yəni, Əli tərəfdarları. Yəni, bu firqə özünü Məhəmməd peyğəmbərə nisbət eləmədi. Əliyə nisbət elədi. Yəni, elə bu adi, məntiqi, əqli bir misaldır, dəlildir. Bayaq dediklərimə. Və təbii ki, bu sual içərisindən sual doğa bilər ki, onda məgər Əli Məhəmməd peyğəmbərə tabe deyildi? Şək yoxdur ki, Əli radiyallahu anhu, Allah ondan razı olsun, Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləmin kürəkəni olub, onun əshabından olub, əhli beytindən olub və onun qıldığı namazı qılıb, onun tutduğu orucu tutub. Lakin bugün şiələrin özlərini əbəs yerə, Əliyə nisbət eləmələri mənasızdır. Çünki adda bu nisbət heç nə əhəmiyyət kəsb eləmir, bunu sübut eləmək lazımdır. Ona görə bu məntiqi, əqli, səthi misaldan sonra keçirəm məsələnin əsas məğzinə. O da mənim elmi cavabımdır və bayaq dediyim kimi bu cavabın içərisində həm də meydan oxuma var. O da nədir? Buradan səslənirəm və deyirəm. İstəyən hər bir qum tələbəsi, yəni bugün Azərbaycanda şiə məzhəbinin, belə desək, baş bilənləri, böyükləri, elm əhli və ya alimləri gəlsinlər, yəni mən buna hazıram, oturaq, onlar çox uzağa getmədən və qırağa çıxmadan elə öz kitabları ilə özlərinin qıldıqları namazlarını səhih sənədlərlə, elə öz kitablarında olan hədislərlə bir-bir mənə sübut eləsinlər. Bax, biz bu cür namaz qılırıq və bizim qıldığımız bu namaz Məhəmməd peyğəmbərin qıldığı namazdır, Əlinin qıldığı namazdır, Fatimənin qıldığı namazdır və bu sözlərini çox qırağa çıxmıram. Elə öz kitabları ilə mənə sübut eləsinlər. Əgər edə bilsələr. Və bunun müqabilində mən gəlirəm və deyirəm ki, bax, bu qıldığım namaz, hansı ki sünnülərin, əhl-i sünnənin qıldığı bu namaz, Məhəmməd peyğəmbərin sallallahu aleyhi və səlləmin, həmçinin onun əshabının, həmçinin onun əhl-i beytinin və başda da Əlinin qıldığı namazdır və bunu da mən öz kitablarımla və səhih hədislərlə bir-bir isbat edirəm və bunu isbat etməyə də hazıram. Və bu məsələnin elmi cavabıdır və biz bu məsələdə meydan oxuyuruq. Və biz bilirik ki, buna müsbət cavab verən olmayacaq. Niyə? Cavabı aydındır.
Və düşünürəm ki, bu dediyim cavab ağıl sahibi olan hər kəs üçün kifayətdir. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və səhbihi və səlləm.